Hesabınızın ələ keçirdiyini düşünürsünüz? Gəlin addım-addım nə etməli olduğuna baxaq. Əvvəlcə hesabınıza hələ də girişin olub-olmadığını yoxlayın. Əgər girə bilirsinizsə, şifri dərhal dəyişin. Ən azı 12 simvoldan ibarət mürəkkəb bir şifr yaradın. Şifr artıq dəyişdirilibsə və ya daxil ola bilmirsinizsə, şifri unutdum bərpa seçimindən istifadə edin. Hesab bərpa e-poçtunuza və telefon nömrənizə göndərilən kodu daxil edib şifri dərhal sıfırlayın. Hesabınıza icazəsiz giriş ehtimalını aradan qaldırmaq üçün aktiv sessiyalar bölməsini yoxlayın. Tanımadığınız cihazlardan çıxış edin. Hesab bərpa məlumatlarınız dəyişdirilibsə, icazəsiz giriş riski davam edə bilər. Buna görə də hesabınıza bağlı e-poçt ünvanlarını və telefon nömrələrini diqqətlə yoxlayın. Sizə aid olmayan məlumatları dərhal silin. 2 mərhələli təsdiqləmə funksiyasını aktivləşdirin. Bu prosesdə autentifikasiya tətbiqləri daha yaxşı seçimdir. Hesab bərpa kodlarınızı isə daha təhlükəsiz bir yerdə saxlayın. Ələ keçirilmiş hesabla qeydiyyatdan keçdiyiniz digər platformalarda təhlükə altında ola bilər. Məsələn, e-poçtunuz ələ keçirilibsə, həmin e-poçtu istifadə etdiyiniz platformalara keçid edərək şifri dərhal dəyişin. Eyni şifri bir neçə yerdə istifadə etmişsinizsə, xüsusilə diqqətli olun. Dələduz, adınızdan yaxınlarınıza mesajlar göndərmiş ola bilər. Saxta linklər, pul istəkləri və s. Dostlarınızı və ailənizi mümkün qədər tez xəbərdar edin ki, şübhəli mesajlara inanmasınlar. Əgər cihazınızda zərərli proqram varsa, yeni şifriniz də öyrəniləcək. Buna görə də etibarlı bir antivirus proqramı ilə tam sistem yoxlaması həyata keçirin. Yoxlama təmiz çıxmadan şifri dəyişmək kifayət deyil. Platformanın hesab ələ keçirildi forması varsa, mütləq doldurun. Bu, həm hesabınızın bərpasını sürətləndirir, həm də platformanı xəbərdar edir. Əgər bank və maliyyə hesabı ələ keçirilibsə, bankınızla əlaqə saxlayın və əməliyyatları bloklayın. İş hesabınız ələ keçirilibsə, IT şöbəsini dərhal məlumatlandırın. Maliyyə riski ilə üzləşmişsinizsə, hüquq mühafizə orqanlarına da müraciət edə bilərsiniz.